Salam, hər vaxtınız xeyirli olsun dəyərli izləyicilər. Bizim bugünkü mövzumuz həyat bilgisi 20-ci dərsin izahı olacaq. Bitkiləri tanıyaq. 2-ci sinif 20-ci dərs. Açar sözlərimiz kök, gövdə, yarpaq və çiçəkdir. Sizcə şəkildəki ağac niyə aşmır? Uşaqlar, birincisi onun kökü. Təpə adlandırılan, yəni daşdır, çəmənlikdir, torpağın münbit qatları var da bildiyiniz kimi. Oraya ağacın kökü o qədər sıxılan türkləri demiş. Yəni çox sarmaş dolaş şəkildə, o qədər yapışmış vəziyyətdədir ki, yəni artıq oradan yəni hər hansısa bir güclü külək və yaxud bir qasırğa bəlkə onu yerindən oynada bilər, amma onun kök hissəsi hələ də o dərinlikdə qalacaq. Yəni səbəbi ondan ibarətdir ki, kökü çox dərində yerləşir. Ağacı aşmağa qoymayan nədir? Onun güclü kökə malik olması və bu kökün dərinliyə qədər gedib uzanmasıdır. Fəaliyyət, bu sizin artıq dediyim kimi məktəbdə görə biləcəyiniz işdir. Öyrənmə hissəsinə keçid alaq. Çiçəkli bitkilərin müxtəlif hissələri vardır. Bəli, bu hissələr bitkilərin yaşamasına və böyüməsinə kömək edir. Kök, gövdə, yarpaq, çiçək, toxum və meyvə bitkilərin əsas hissəsidir. Bəli. Bəzi çiçəklərin meyvə əmələ gəlir. Bəli, bəzi çiçəklərdən meyvə əmələ gəlir. Bu da gördüyünüz kimi deməli günəbaxan bitkisinə oxşuyur. Yarpaq günəş işığı və havadan istifadə edərək qida hazırlayır. Bəli, yarpaq bildiyimiz kimi yəni müəyyən qida mənbələrini artıq gövdəyə, gövdədən də kökə ötürə bilir. Gövdə su və qida maddələri daşıyır. Bəli, bəs nəyə görə biz güllərin, ağacların dibini suvarırıq? Ona görə. Kök bitkini torpağa bərkidir. Eyni zamanda torpaqdan su və qidalı maddələri sorur. Bəs buna görə də biz kök dibinə su göndəririk və bəzi hallarda bu gübrələr də əlavə edirik və məhz bu qidalardan kökdən gövdəyə, gövdədən çiçəyə, yuxarıdan isə günəş enerjisi və belə deyək ki, havadan alınan qida çiçəkdən gövdəyə, gövdədən də daha doğrusu yarpaqdan birbaşa gövdəyə, gövdədən də kökə ötürülə bilir. Belə. Bitkiləri çoxaltmaq üçün onların toxumlarını torpağa əkirlər. Bəli, bəs mən bundan əvvəlki dərslərdə də demişdim uşaqlar. Biz insanlar və eyni zamanda bitkilərlə qidalanan heyvanlar məhz bitkilərin toxumu, bitkiləri yeyərkən onun çiyidi, yəni çəyirdəyi, toxumu və s. bunları kənara atırıq və bu zaman torpağa daxil olan həmin çəyirdək və toxum yeni bitkinin yaranmasına gətirib çıxardır. Məhz bununla da bitki örtüyü heç bir zaman məhv olmur. Müzakirə, bitkilərdə yarpaq olmasaydı nə baş verərdi? Günəş işığını ala bilməyəcəkdi və bununla da yəni əsas bildiyimiz kimi uşaqlar kökün suya və bildiyimiz kimi bəzi qidalara ehtiyacı olduğu kimi günəş enerjisinə də böyümək üçün günəşə də ehtiyacı var. Yəni əgər yarpaq olmasaydı böyük ehtimal bitki böyüyə bilməyəcəkdi ya da çox çətin vəziyyətdə böyüyəcəkdi. Çünki günəşi əvəz eləyə bilən yəni başqa belə deyək ki, başqa işıqlardan istifadə eləyə bilərdi, amma yenə dediyim kimi onu yarpaq daha çox fotosintez prosesini həyata keçirdiyi üçün və günəşdən daha çox enerji aldığı üçün bu çətin olacaqdı. Sizcə çiçəyin bitki üçün faydası nədir? Yəni əslində bir çox faydası var uşaqlar. Birincisi reproduksiya, yəni çoxalma. Bildiyimiz kimi çiçəkdə olan belə deyək ki, çiçəyin əsas hissəsində olan toxumlar mayalanma və tozlanma nəticəsində reproduksiya, yəni çoxalma gətirib çıxarda bilir. Eyni zamanda çiçək digər məsələn digər quşları, digər canlıları da kəpənəkləri və s. bu qarışqa da ola bilər və s. də özünə çəkir. Yəni bunu da nəzərə alın.
Yəni çünki cəlbedicilik rolunu oynayır. Və eyni zamanda tək bunlar yox, insanlar, bu heyvan, yəni adını sadaladığım heyvanlar eyni zamanda bəzi hallarda külək və qasırğa nəticəsində bildiyimiz kimi tozlanma proseduru baş verir və bununla da çiçəyin toxumu digər ərazilərə, torpaqlara düşərək yenidən həmin bitkinin yaranmasına kömək eləyir. Bunu dedim. Tapşırıq və özünüzü yoxlayın. Bəzi bitkilərin kökləri daha uzun olur. Bu torpağın dərinliklərinə gedir. Sizcə bunun səbəbi nə ola bilər? Uşaqlar, bəzi hallarda quraq iqlim baş verir. Bu zaman köklər daha dərinə gedərək suyu bitkinin səthindən, yəni bitkinin yuxarı hissəsindən almır da daha dərinə gedərək torpağın alt hissəsindən alır. Eyni zamanda bu digər qida mənbələrinə çatmaq və eyni zamanda bildiyimiz kimi torpağın müəyyən qatları var ki, orada qidalanmaq üçün bitkilərin kökləri dərinliyə gedərək qidalanırlar. Eyni zamanda daha çox möhkəmlənmək üçün. Yəni bu prosedur baş verir. Çünki bayaqla şəkildə də göstərmişdim. Dedim çox dərinə gedib kökü, ona görə də artıq onu uçurtmaq, yəni onu məhv eləmək mümkün deyil. Bir var, yəni dərin külək, güclü külək və qasırğa olsa bəlkə uçura bilər. Amma dediyim kimi, yəni bu şeylərə görə. Meyvə və toxumların bitki üçün əhəmiyyəti nədir? Meyvə və toxumların bitki üçün əhəmiyyəti nədir? Bu ondan ibarətdir ki, meyvə olmasa, o bitki çoxalma prosesini, yəni reproduksiyanı yerinə yetirə bilməz. Çünki meyvə digər canlıların, belə deyək ki, digər canlılar üçün mühüm rol oynayır, qida mənbəyi yaradır və bununla da cəlb edici olur. Buraya gələn heyvanlar, digər canlılar və eyni zamanda insanlar bitkini, yəni meyvəni yeyir və toxumu atır çölə. Bunun nəticəsində yerə düşmüş toxum yenidən canlanır, yeni bir bitki əmələ gəlir və bu prosedur hər dəfə davam edir. Yəni yenisi yaranır, yenə meyvə çıxır, meyvəni yenə insan yeyir, toxumu çölə atır, yenə bir bitki yaranır və belə davam edir. Əgər bunlar olmasa təbii ki, meyvə, yəni bitki çoxala bilməz və uzun müddətli yaşaya bilməzdi. Çünki dediyim kimi, təsəvvür eləyin, hər bitkidən bir ədəd qalıb və onu ya hava, yəni günəş qurudacaq, ya qasırğa külək yerindən qoparacaq, ya da insanlar yeyib bitirəcək, digər heyvanlar və s. və bitki bitəcək, yəni ömrü olmayacaqdı. Amma bunlar vasitəsilə hər dəfə yeni bir bitki yaranır və bitki örtüyü qorunur. Özünüzü yoxlayın, bitkilərin hansı hissələri var? Bu hissədə dediyim kimi çiçək, yarpaq, kök, gövdə, toxum və meyvə hissələrindən ibarətdir. Bitki su və qida maddələrini torpaqdan hansı hissə ilə alır? Su və qida maddələrini kökdən alır uşaqlar. Sonra sovurması kökdəndir, yəni. Sonra gövdənin bitki üçün əhəmiyyəti nədir? Su və qidalı maddələri daşıyır. Yəni burada da yazılıb uşaqlar. Belə uşaqlar, bu günlük bu qədər. Ümid edirəm bəyənmiş olarsınız. Sağ olun, salamat qalın. Gələn dərslərdə görüşərik. Hələlik.